Kurikulum uşaqlara nəyi necə öyrətməli problemlərini özündə əks etdirən konseptual sənətdir. Bilirik ki, ümumiyyətlə məşğələnin mərhələli olaraq, gedişatı olaraq 3 mərhələdən ibarətdir. Uşaq bir şeyi toxunmalıdır, dərk etməlidir. Sensor bacarıqlarının inkişafıdır. Uşaqların gözünü bağlayırıq, torbanın içərisinə hər hansı bir meyvələri yığırıq. Uşaq nə edir? Həm toxunaraq meyvələri tanıyır, qoxlayaraq bu meyvəni tanıyır. Uşaqlara həqiqətən də hər bir uşağı şəxsiyyət kimi baxsınlar. Çünki bu günün uşağı sabahın prezidentidir, sabahın mühəndisidir, sabahın müəllimidir. Gəlin onları elə yetişdirək ki, həqiqətən də gələcəyin şəxsiyyətini yetişdirə bilək. Hər birinizi salamlayıram. Bugün çox önəmli bir mövzunu müzakirə edəcəm. Məktəbə qədər təhsil müəssisələrində məşğələnin gedişatı. Azərbaycan Respublikası Təhsil Nazirliyinin bizə verdiyi hüquqlara dayanaraq deyə bilərəm ki, hal-hazırda məktəbə qədər təhsil müəssisələrində kurikuluma əsaslanan tədris proqramı vardır. Çox əfsuslar olsun ki, düzdür, hamıya şamil edilmir, amma özəl sektoru üzərində bəzi bağçalarda kurikulumdan istifadə edilmir. Bəzən hətta tərbiyəçilər belə həmin sistemin nə olduğunu bilmirlər. Kurikulum uşaqlara nəyi necə öyrətməli problemlərini özündə əks etdirən konseptual sənətdir. Və kurikuluma görə məşğələnin elə bir hissələri vardır. Biz bugün mənim həmkarım Cəmilə xanım, Metodic Cəmilə xanımla, salam Cəmilə xanım, xoş gördük sizi. Cəmilə xanımla məşğələnin gedişatını müzakirə edəcəyik. Cəmilə xanım, ümumiyyətlə məşğələnin gedişatı necə olmalıdır? Aynur xanım, bilirik ki, ümumiyyətlə məşğələnin mərhələli olaraq, gedişatı olaraq 3 mərhələdən ibarətdir. Təəssüflər olsun ki, bu günləri daha çox da özəl müəssisələrdə tərbiyəçilər buna o qədər də önəm vermirlər. Çünki bizim üçün bugün hər şey əlçatandır. Biz baxırıq, hər kəsin istifadə etdiyi məşğələləri görürük. Amma bu məşğələnin məqsədini anlamadan məşğələni keçirik. Və bəzən biz gedirik, mərkəzlərdə müşahidə etdiyimiz zaman açıq məşğələlərdə oturuq və müəllimədən soruşanda ki, burada məqsəd nə idi? Bu məşğələdə nə vermək istəyirdin? Yaxud da görüntü olaraq görürük ki, o qədər gözəl bir şeylər hazırlayıblar, amma bu görüntü uşağa nəsə ötürmür. Çünki burada əsas ancaq müəllim danışır, uşaq fəaliyyətin içərisində olmur. Amma biz məşğələni daha nəticə verimli, məqsədə uyğun etmək üçün mərhələlərini bilməliyik ki, ardıcıl şəkildə qurmalıyıq ki, uşaqlar üzərində də sonda nəticə ala bilək. Və məşğələmiz 3 mərhələdən ibarət olur. Bura motivasiya, aktuallaşdırma, dərk etmə və tətbiq etmə mərhələsidir. Baxın, düz vurğuladınız ki, bu məşğələnin mərhələləri var, hansı ki istifadə olunmalıdır və orada müəyyən müddət var. Məsələn, 10 dəqiqə motivasiya qoyulursa, 15 dəqiqə dərsin izahıdırsa, dərk etmədirsə və burada mütləq uşaqlar aktiv olmalıdırlar. Yəni biz motivasiyanı verdikdən sonra, motivasiya nədir? Uşaqlara mövzunu ön keçid edirik, uşaqlara ipucu veririk, belə deyək. Uşaqlar mövzunun adını özü bizə geri qaytarır və məşğələ mərhələli şəkildə idarə olunur. O da didaktik oyunlar var, hərəkətli oyunlar var, resurslardan istifadə edirik və gəldik motivasiya hissəsinə. Motivasiyanı müəllimlər, tərbiyəçilər belə deyək də, necə edə bilərlər ki, daha maraqlı olsun? Bu dəqiqə düz vurğuladınız ki, əlimizin altında çox böyük resurslar var. Adi nəqliyyat növlərini belə keçəndə, əgər əlimizin altında resurslar varsa, bütün nəqliyyat növlərindən vizual olaraq istifadə edə bilərik. Bir çox tərbiyəçilər kart üzərindən məşğələlərini təşkil edirlər. Mən həmişə bunun əleyhinəyəm, nəyə görə? Bir var, biz bunu vizual olaraq dərk edirik, bir də var kart şəklində. Mənim anlayışıma görə kart bir oyunun növüdür. Biz orada didaktik oyundan bunda istifadə edə bilərik. Motivasiyadan sonra dərk etmə. Dərk etməni tərbiyəçi necə düzənləməlidir? Ümumiyyətlə, dərk etmə nə deməkdir? Bu mövzuları biraz tərbiyəçilər üçün açaq. Motivasiya, ümumiyyətlə, aktuallaşdırma dedik ki, məşğələnin birinci mərhələsidir və biz ya aktuallaşdırma etməliyik, ya da motivasiya etməliyik. İkisindən birini seçməliyik. Və bəzən elə bir mövzular olur ki, biz istəsək belə orada motivasiya qura bilmirik. Motivasiya qura bilmədiyimiz təqdirdə aktuallaşmaya keçirik. Motivasiya sözündən götürülür. Mənası uşağı motivasiya etmək, ümumiyyətlə, uşağın diqqətini məşğələyə cəlb etməkdir. Yəni, mən elə gəldim, salam uşaqlar, bugün heyvanlar mövzusunu, meyvələr mövzusunu keçəcəyik deyə bir başlıqla başlamırıq. Bu məşğələ o qədər belə qurulmalıdır ki, uşaqların diqqətini ora cəlb edə bilsinlər. Bu günlər biz tərbiyəçilərlə ümumiyyətlə söhbət əsnasında deyirlər ki, uşaqların hər kəsi diqqətini biz məşğələyə cəmləyə bilmirik, fikirləri dağınıq olur. Amma biz əlimizdə olan vəsaitlərlə, səs tonumuzla, mimikamızla, ümumiyyətlə, əgər bizə resurs imkan verirsə, düşünək ki, meyvələr mövzusunu keçəcəyiksə, həmin meyvələri müəyyən bir şəkillər çəkərək üzərində o uşaqlar üçün cəlb edici edə bilərik.
Yəni uşaqların hər hansı bir neçəsini meyvə paltarını geyindirərək, otağa daxil olaraq uşaqların diqqətini həmin səhnəyə cəlb edərək, yəni həmin məşğələnin başlıq hissəsini daha cəlb edici edə bilərik. Hətta düşünürəm ki, Cəmilə xanım, yetər ki, istəyi olsun, düşünürəm ki, hər bir bağçada ən azından gündəlik meyvələr var. Bəli. Və ən azından biz o meyvələrdən istifadə edərək də uşaqların toxunmağı bu yaşlarda çox önəmlidir. Çünki hər zaman qeyd edirik ki, barmaqların ucunda beyinlərin inkişafı barmaq ucluqlarından asılıdır. Uşaq bir şeyi toxunmalıdır, dərk etməlidir. Sensor bacarıqlarının inkişafıdır. Və bir müəllimə, tərbiyəçi əgər qarşısına maraqlı məşğələ keçməyə qoyubsa, o nə istəsə onu edə bilər. Yəni istəsə evindən belə onu gətirə bilər. Yəni sadəcə digərləri bəhanədir. Əgər biz öz peşəmizi seviriksə, motivasiya belə deyim də ilk giriş hissədir və bəzən tərbiyəçilər deyir ki, biz uşaqların diqqətini toparlaya bilmirik. Uşaqlar nə zaman məşğələni dinləmir? Məşğələ onlara maraqsız olanda. Amma motivə verdik, motivasiyamız çox gözəldir. Uşaqların diqqətini üzərimizə yönləndirmişiksə, artıq digərində zaten uşaqlar bizi dinləyəcək və motivasiyamızı keçdik. İkinci hissə, yəni dərk etmədi mərhələ. Bu zaman tərbiyəçilər nə etməlidirlər? Biz artıq bu məşğələyə maraq oyatdıqdan sonra və məlumatlarımızı veririk, hər hansı bir mövzunu keçiriksə, orada məlumat verdikdən sonra bunu uşağa dərk etdirməliyik və görməliyik ki, həqiqətən uşaq bu mövzunu dərk edibmi və dərk etdiyini anlamaq üçün də mütləq uşağa sual verməliyik. Burada artıq uşağın təfəkkürünün, idrakını inkişaf etdirməyə daha çox yönəlib. Yəni, mən uşağa bir məlumatı ötürürəm və bunu sorğulamadan digər mərhələyə keçə bilmərəm. Məlumatı ötürmüşəmsə, mütləq uşağı da həmin prosesin içərisinə daxil edirəm. Uşaqlar bir-birinə əlaqəyə girir, sorğulayırlar, biz uşaqları sorğulayırıq və görürükmü, həqiqətən uşaq verilən bu məlumatı dərk edə bilibmi, anlaya bilibmi? Əgər uşaq dərk etməyibsə, zaten bizim bunu tətbiq etmə mərhələsində də uğurlu olmayacaq. Çünki uşaq dərk etmədiyi bir şeyi necə tətbiq etmədə edə bilər və yəni tətbiq etmədən çox şey asılıdır. Yəni biz tətbiq etmədə artıq uşaqların bizə geri qaytarılır. Bizim üçün önəmlidir. Hər zaman qeyd edirik təlimlərdə də ki, və yaxud mərkəzlərdə olanda məşğələni keçdik. Məşğələ nə qədər verimli oldu? Mən bu mövzunu uşağa nə qədər ötürə bildim? Məşğələmi əgər mən 100%li bir özümə bir şkalada qoymuşamsa, bir qiymət, ballıq, mən əgər 50%-ni ötürə bilmişəmsə ilkin öncə olaraq, nə xoş mənə. Yox, əgər 100 ballıq şkalada 40%, 30% ötürürəmsə, bu məşğələnin alınmamağı deməkdir. Dərk etmə də çox önəmlidir, baza bacarıqlar burada qoyulduğuna görə. Dərk etmədən sonra hansı hissələrdən istifadə edirik? Artıq dərk etmədən sonra tətbiq etmə mərhələsi gəlir. Bura fəaliyyət mərhələsidir. Uşaqlar artıq burada fəaliyyətə cəlb olunurlar. Keçdiyimiz mövzunu iş vərəqləri ola bilər, hər hansı bir oyunlar olaraq hazırlaya bilərik. Düşünək ki, meyvələr mövzusunu keçmişiksə, burada dadından tanı oyununu edə bilərik. Yaxud da ki, formasından uşaqların gözünü bağlayırıq. Torbanın içərisində hər hansı bir meyvələri yığırıq. Uşaq nə edir? Həm toxunaraq meyvələri tanıyır, qoxlayaraq bu meyvəni tanıyır və burada artıq toxunaraq, vizual olaraq görərək, yəni öyrənmə olduğu üçün uşaq üçün daha əlverişli olur. Biz əldə etdiyimiz bilikləri daha da möhkəmləndirək, tətbiq etmədən sonra. Burada didaktik oyunlarda eyni zamanda hərəkətli oyun belə qata bilərik. Bəzən qeyd edirlər, oyun çox zaman dərslər oyun üzərindən qoyulur. Necə oyun üzərindən? Elə bil tətbiqəni etmədən biz oyun keçirik. Oyun dərsin bir hissəsidir, məşğələnin bir hissəsidir. Amma məşğələ deyil. Məşğələnin bir hissəsi olduğuna görə biz məşğələmizi oyun üzərindən qura bilmərik. Motivasiyamızı qurduqmu? Qurduq. Tətbiq etmədə informasiyanı ötürdük. Artıq oyun vasitəsilə uşaqlara bunu ötürürük. Və oyunların hansı növündən istifadə edəcəyiksə, biz oyunlar barəsində danışmışdıq ki, sensor-motor oyunlar var, təklikdə oyunlar var, rolu sujetli oyunlar var. Artıq məşğələmin gedişatını bilərik ki, burada nədən istifadə edəcək. Əgər bəlkə hərəkətli oyun oynayacaq. Əgər meyvələr mövzusunu keçmişiksə, meyvə səbətini doldurmaqla, meyvə tərəvəzlərə aid edirik. Burada bizim tənqidi təfəkkürümüz inkişaf eləyir ki, uşaq meyvə ilə tərəvəzi burada aydınlaşdırır. Eyni zamanda inteqrasiya edirik. Riyaziyyata inteqrasiya edə bilərik, məntiq riyazi təfəkkürün inkişafına. Estetik yaradıcılıq edə bilərik. Əslində əlimizdə o qədər böyük resurslar var. Yetər ki, istəyimiz olsun. Tətbiq etdik, didaktik oyunlarla dərsimizi bəzədik, artıq tətbiq etmişik, dərk etmişik və bundan sonra hansısa bir videoçarx vasitəsiləmi və yaxud plakat vasitəsiləmi istifadə edə bilərik. İş formaları barəsində danışmaq istərdim ki, iş formalarında ən çox effektiv olaraq hansı formalardan istifadə edə bilərik?
Biz 1-3 yaşlı uşaqlarla sujetli rolu oyunlar iş formasıdır, didaktik oyunlardır, hərəkətli oyunlar iş formaları var ki, bunlardan istifadə edirik. Yəni uşaqlar daha çox 1-3 yaş arası hərəkətlərin daha çox inkişafda olduğu bir dönəmdir. Çalışmalıyıq ki, yəni həm uşaqlarda məntiqi təfəkkür yönündən didaktik oyunlara üstünlük verək, həmçinin də hərəkətli oyunlar onların hərəkətlərinin inkişafına yönəlsin və sujetli rolu oyunlarda uşaqların bu dönəmdə hisslərini, duyğularını tanıma, dərk eləmə mərhələsidir deyə. Yəni sujetli rolu oyunlarda uşaqlar üçün çox önəmlidir. Yəni buna da təxəyyülləri inkişaf edir. Yəni biz o zaman uşaqların dünyalarını kəşf etmiş oluruq. Hər bir uşağın oyununa baxanda əslində orada uşağın bir dünyası olur. Bəzən də qeyd edirik ki, uşaqlar oyuncaqla oynayanda onlara bir nəzər yetirin. Hər bir uşaq orada özünü əks etdirir. Müəyyən oyunlarla. Adi oyunları da bölmüşük. Sadəcə o tamam başqa bir mövzuda toxunmaq istəməzdim. Digər çəkilişlərdə biz bunu sizinlə müzakirə edərik. İş forması, iş üsullarıdır. Məsələn, klasterdan nə vaxt tərbiyəçilər istifadə edə bilər? Bu halda klaster şaxələndirmə deməkdir. Bu klasterdan nə vaxt istifadə edə bilərlər? Klaster iş üsulundan, şaxələndirmə iş üsulundan biz daha 3-6 yaşlı uşaqlarla, yəni məşğələlər əsnasında istifadə edirik. Burada yeni biliklərin, uşaqların ümumiyyətlə daha çox idrakının, yəni düşünə bilmə bacarığını inkişaf etdirmək üçün şaxələndirmədən istifadə edirik. Biz orada uşağa hər hansı bir mövzu haqqında ipucu veririk və bununla əlaqəli olan sözləri o ipucu əsnasında uşaqlar düşünürlər və tapırlar. Bura məsələn adi nəyi deyək? Məsələn, deyirik ki, məsələn, portağal. Daha nə sarı, məsələn, portağal narıncı rəngdədir. Başqa nə görürük ətrafımızda? Bu zaman uşaqlarda o qədər inkişaf edir. Eyni zamanda tənqidi təfəkkür inkişaf etmiş olur. Çox əfsuslar olsun ki, çox zaman bunu etmirik. Adi məsələn, meyvələri, tərəvəzləri və yaxud ətraf aləmlə hansı bir mövzunu keçəndə sual vermirik. Uşaqlara inkişaf etdirmək üçün sual verməliyik. Və məşğələmiz əylənərək öyrənək prinsipinin üzərində qurulmalıdır. Bu sıxıcı bir mühit olmalıdır. Uşaqların özlərini bizə necə deyim, ötürmələri. Biz bu zaman övladlarımızın hansı götürüm, çünki uşaqlar fərqlidir. Biz məşğələ keçəndə hamıdan eyni tələb edə bilmərik. Bəzən məsələn belə hallar olur ki, məşğələdə digər uşaq əgər aktiv iştirak etmirsə, suallar ona yönləndirilmir. Yalnız kim ki sual cavabda aktiv iştirak edir, həmin uşaqlar öndə olurlar və bu zaman o sual cavabda iştirak etməyən uşaq kölgədə qalır. Ümumiyyətlə, məşğələ gedişatı elə qurulmalıdır ki, o uşaqların hər biri orada aktiv iştirak etsin və diqqətli olmalıdır uşaqlar. Hər bir tərbiyəçinin bir gündəliyi olmalıdır. Mən hansı uşağımla nəyi işləməliyim? Mənim uşağım, bir uşaqda məntiqi riyazi təfəkkür güclü inkişaf edir, ətraf aləm o qədər də güclü deyil. Bir gündəliyim olmalıdır və bunun üzərində daim çalışmalıyıq. İnteqrasiyalardan və standartlardan. Məşğələdə, məsələn, ətraf aləmlə tanışlıq və nitqin inkişafı məşğələdə biz riyaziyyatı da inteqrasiya edə bilərik, estetik yaradıcı da inteqrasiya edirikmi? Ümumiyyətlə, bəzən tərbiyəçilərə deyəndə, yəni burada kimiz haqqında girmək istəmirəm, tərbiyəçilər inteqrasiya deyəndə baxırlar ki, biz hardan danışırıq? Yəni inteqrasiya çox vacibdir. Sadəcə məşğələni keçdim, heç bir şeyə inteqrasiya etmədim. Yəni bu düzgün deyil. Əslində biz bəzən tərbiyəçilərin işlərini müşahidə etdiyimiz zaman görürük. Onlar inteqrasiya eləyirlər. Sadəcə inteqrasiyanın nə olduğunu, gördükləri işin, prosesin nədən ibarət olduğunu bilmirlər. Bəzən yəni iş üsulu, iş forması belə baxırsan ki, məşğələdə istifadə etdilər. Amma sən burada hansı iş formasından, hansı iş üsulundan istifadə etdin, donub baxırlar. Və bu gün tərbiyəçilər daha çox deyirlər ki, təlim nəyə lazımdır? Baxıram, məşğələni keçirəm, oradan birini götürüb kopyalayıram, buradan birini götürüb kopyalayıram. Amma bilirik ki, kopyalamaqla iş olmur. Biz keçdiyimiz məşğələnin ümumiyyətlə məqsədini bilməliyik. Bu gün yəni uşağa nə verəcək, uşaqda nəyi formalaşdıracaq? Bunu bilmədən, yəni keçdiyimiz məşğələnin də heç bir əhəmiyyəti yoxdur. Bilirik ki, didaktik prinsiplər var ki, bir pedaqoq, tərbiyəçi nəticəyönümlü didaktik prinsipinə əsasən keçdiyi məşğələni, ümumiyyətlə gün rejimini əvvəlcədən planlaşdırmalıdır və bilməlidir ki, mən burada sonda nə nəticə əldə edəcəm. Yəni bunu hər bir adi səhər fəaliyyəti, axşam fəaliyyətinə baxanda orada gedir müşahidə, məqsəd, əmək, məqsəd, oyun, məqsəd, didaktik oyun, məqsəd, hərəkətli oyun, məqsəd. Hər bir hərəkətin məqsədi olmalıdır. Və biz burada hətta o gündə yazanda biz həftəlik hesabatları orada qeyd olunur ki, məsələn, belə deyək ki, Cahangirlə 5 dairəsində rəqəmləri öyrəndik.
öyrəndik. Burada Orada fərqli məqsədimiz iş olur nədir? ki? Orada fərqli işdir. Məqsədimiz Cahangirdə məntiqi riyazi təfəkkürdə 5 dairəsində sayılmanı möhkəmlətməkdir. Amma bu sadəcə yazılarda deyil, eyni zamanda həqiqətən də iş prosesində olmalıdır. Bəzən plan yazanda, plan deyirlər belə deyə, o plana baxanda baxırsınız ki, həqiqətən də zaten biz onları gündəlik istifadə edirik. Sadəcə adlarını bilmirik. Standartlarda, inteqrasiyada, adi inteqrasiyada standartlarda inkişaf sahələri, fiziki sağlamlıq və təhlükəsizlikdir, sosial-emosional inkişafdır, idraki inkişafıdır və eyni zamanda estetik yaradıcıdır. Hər birindən istifadə edirik, amma onun adının nə olduğunu biz dərk etmirik və düşünürəm ki, yeni təcrübəsi olan, yəni iş təcrübəsi olmayan tərbiyəçiləri onu köklü şəkildə öyrənsələr daha məqsədə uyğun olar. Məsələn, məşğələdə motivasiyamızı qoyduq, dərk etmədi, tətbiq etmədi, sonra şaxələndirdik dərsimizi, müxtəlif hərəkətli oyunlardır, didaktik oyunlar etdik. Bununla məşğələmi bitməlidir. Bir gün, bir həftə mövzunu keçdik, bağladıq, mövzunu qoyduq kənara. Amma biz bunu dəfələrlə təkrar etməliyik. Çünki uşaq psixologiyası fərqlidir və biz bunu beynimizin bir ucunda saxlamalıyıq ki, bizim uşağımız bunu bu qədər dərk etdi. Dərk edənə qədər mən bunu ötürüm. Əgər biz həftəmizin mövzusu meyvələr, tərəvəzlərdirsə, rəsm aplikasiyada da etməliyik, gil və quraşdırmada da bunu etməliyik, məntiqi riyazi təfəkkürdə inteqrasiya edib bunu etməliyik. Edirikmi buyu? Elə mövzuya toxunmaq istəyirəm. Yəni bu günləri mən daha çox düşünək ki, dövlətdə görəndə yaxud özəllərdə daha çox plan yazılmır, cari planlaşdırma olur, dövlətdə olur və baxıram ki, müəllimə günü planlaşdıranda, həftəlik plan üzrə planlaşdıranda gün rejimini o qədər də diqqət etməyib. Sizin söylədiyiniz kimi, düşünək ki, bu günləri mən meyvələr mövzusunu keçmişəmsə, mənim gün ərzində olan müşahidələrim bu mövzu üzərindən olmalıdır. İnteqrasiyam buna əsasən olmalıdır. Düşünək ki, mən səhər heyvanları müşahidə edib, gəlib ətraf aləmdə meyvələri keçəcəmsə, sonra keçib oyunum yenə də başqa bir mövzu olacaqsa, uşaq bir gün ərzində fərqli bir şeyləri müəyyən dəqiqələr ərzində dərk eləyə bilməz, anlaya bilməz. Ona görə bilirik ki, biz müşahidə ya etməliyik, ya müsahibə olmalıdır. Acı realığımız bundan ibarətdir ki, Cəmilə xanım, məktəbə qədər təhsil proqramının konkret bir xətti var. Çox əfsuslar olsun ki, heç kimi, yəni burada işinə xələl yetirmək istəmirəm. Məktəbə qədər təhsil müəssisəsi, özəl müəssisə üzərindən qurulursa, mütləq bir mütəxəssisə müraciət olunmalıdır. Orada artıq əgər proqram üzrə, belə deyək də, perspektiv planlama üzrə, əgər mənim metodistim proqramı tərtib edəndə ətraf aləmə heyvanları yazıbsa, rəsm aplikasiyaya artıq meyvəni yazıbsa və iş təcrübəsi olmayan bir müəllim, tərbiyəçi, zaten gətirib onu keçəcək, əlaqələndirməyəcək. Yaxşı, mən ətraf aləmdə heyvanları keçmişəmsə, rəsm aplikasiyada niyə meyvələri keçməliyəm? Çünki bizim bir həftə mövzumuz həmin mövzu ətrafında fırlanmalıdır. Adi məşğələni keçiriksə, bir təlimdə bir dəfə qeyd etmişdik ki, zaten bizim əlimizdə resurs olmasa da biz o məşğələni çox maraqlı idarə edə bilərik. Bəlkə də kimsə deyər ki, necə idarə edərik? Jestlərlə, hərəkətlərlə, əlimizin altında olan yumşaq oyuncaqlarla belə. 2 rəqəmini keçirik, dovşanı göstəririk, 2 qulağı var və yaxud da 2 əlimiz var. O qədər əlimizin altında resurslar var. Sadəcə istəyimiz olmalıdır sözsüz və düşüncəmiz olmalıdır ki, biz bu məşğələni necə keçək. Bəzən tərbiyəçilər məşğələyə gəlir hazırlaşmadan. Qeyd edirik ki, məşğələyə bir həftə öncə hazırlaşmaq lazımdır. Nəyi necə etməliyik, onu öncədən planlamalıyıq. Artıq məşğələ vaxtıdır, oturum fikirləşim ki, indi mən necə keçəcəm, bu belə olmamalıdır. Çünki məktəbə qədər təhsilə bir o qədər də bizə hal-hazırdakı durumda, yəni o qədər də vacib saymırlar, önəm vermirlər. Hər dəfə deyirəm, deyəcəm də, bəlkə də təkrarçılıq olacaq, 80% intellektin əsası 3-6 yaş aralığında qoyulur ki, hansı ki biz onu sonra davam etdirməliyik. Gəlin bu dönəmin vacibliyini anlayaq. Həqiqətən də çox önəmlidir. Yəni, həqiqətən bu belədir. Bizlərdə bir düşüncə var ki, universitet həyat dönəmi bizim üçün həyatımızın ən əsas dönəmidir. Universitetə daxil olduqsa hər şey dəyişəcək. Amma o uşaq universitetə daxil olana qədər 0-6 yaş dönəmi boş keçirilibsə, zaten sonraki mərhələdə o qədər, yəni ki, uğurlu olmayacaq. Bizim əsas diqqət edəcəyimiz mərhələ 0-6 yaş dönəmidir və bir insanın şəxsiyyət tipi
tipi ümumiyyətlə o 0-6 yaş dönəmində olur və bu 0-6 yaş dönəmində ən əsas dönəmi 0-3 yaş dönəmidir. Düşünək ki, bir insan ömrünün sonuna qədər bir 100%lıq bir məlumata sahib olursa, bunun 50%-ə yaxını 0-3 yaş dönəmində olur. Və 0-3 yaş dönəmi o qədər kritik bir dönəmdir ki, uşaq mənfi ilə müsbəti bir-birindən ayırd edə bilmir və beyin süngər kimidir. Ətrafda gördüyü hər bir şeyi zehninə çəkir və ayırd edə bilmir ki, bu mənə faydalıdır, yoxsa faydasızdır. Ona görə o 0-3 yaş dönəmində uşağa ötürdüklərimiz, ona yansıtdıqlarımız, ümumiyyətlə o uşaq üçün qurduğumuz mühit çox önəmlidir. Biz düzgün bir mühit quracağıqsa, ailənin uşağa yansıtdıqları sağlam bir şeylər olacaqsa, həqiqətən o uşağın sonrakı mərhələləri də uğurlu olacaq. Amma qarmaqarışıqlıqların içərisində böyüyən, ümumiyyətlə o yaşda olan təməl ehtiyaclar ödənməyən bir uşaq növbəti mərhələlərə keçəndə də nə qədər doldurmağa çalışsaq da o boşluq tam olmayacaq. Bir də Cəmilə xanım, siz 700 bal yığıb universitetə daxil ola bilərsiniz. Amma 0-6 yaş aralığında həyat bacarıqlarınız düzgün inkişaf etməyibsə, siz o bacarıqları necə inkişaf etdirməlisiniz? İndi soft təlimlər deyirlər, tot təlimlər deyirlər. İstəyirsiniz nə qədər tot təlimə gedin, soft təlimə gedin, onun bir nəticəsi olmayacaq. Çünki elə bir sahə var ki, o artıq 0-3 aralığında, 3-6 yaş aralığında biz orada o boşluğu buraxmışıq və bir də biz ora geri qayıda bilmərik. Bəzən psixoloq seanslarına gedəndə deyir, qayıdın uşaqlığınıza. Görün orada hansı səhvlər olub ki, bugün bu problem. Yəni, bütün problemlərin kökündə 0-3, 3-6 yaşına çox önəmlidir. Tərbiyəçilərimizə buradan qeyd eləmək istərdim ki, Cəmilə xanım, uşaqları həqiqətən də hər bir uşağı şəxsiyyət kimi baxsınlar. Çünki bugünün uşağı sabahın prezidentidir, sabahın mühəndisidir, sabahın müəllimidir. Gəlin onları elə yetişdirək ki, həqiqətən də gələcəyinin şəxsiyyətini yetişdirə bilək, insanını yetişdirə bilək. Hər zaman qeyd edirik ki, atalardan da deyib ki, alim olmaq asandır, insan olmaq çətindir. Həqiqətən də çox çətindir və insanı yetişdirmək biz müəllimlərin, siz müəllimlərin hər birimizin öhdəliyidir. Çox sağ olun, bugün gəldiniz, iştirak elədiniz, fikirləriniz çox önəmli idi. Sonda sizin də fikrinizi dinləmək istərdim. Çox sağ olun, təşəkkür edirəm ki, belə gözəl bir mövzuya toxunmağa dəvət etdiniz. Yəni, həqiqətən biz pedaqoqların üzərinə böyük bir yük düşür. Yəni, bunu göz ardına vermək, uşaqdır, böyüyəcək, keçəcək demək yox. Biz əgər o toxumları o yaşdan düzgün şəkildə qoysaq, həqiqətən də sabah cəmiyyətimiz üçün hər tərəfli inkişaf etmiş fərdlər yetişdirmiş ola bilərik. Təşəkkür edirəm. Çox sağ olun.